Herkese salam, mən İnci. Yeni bir dərs vlogu videosu ilə qarşınızdayım. Bu videoda blok fənlərindən, bloku necə hazırlaşmağımdan danışacağım. İndi saat 7-dir, mən də 8-də ədəbiyyat hazırlığım var. Birazdan evdən çıxacağım. Ədəbiyyatdan çıxdım, oradan getdim tarixə, indi də evdəyim. Fikirləşdim ki, nə vaxtdan da video çəkmirəm. Gör, buraxılış imtahandan bəridir ki, mən video çəkmirəm. 2 aydan çoxdur. Buraxılış imtahanı demişkən, imtahandan balım 278 gəldi. Mən də təxminən o qədər hesaplamışdım. Buraxılış imtahandan sonra mən aşırı dərəcədə özümü rahat hiss edirdim, çox rahat idim. Elə bil ki, 2 ay sonra mənim imtahanım deyil. Bugün ayın 10-udur, bizim imtahanda 25-idir, 15 gün qalıb imtahana. Buraxılışdan sonra artıq, yəni dediyim üzrə çox rahat idim. Sonra mayın 1-i oldu, mənə gəlməyə başladılar ki, imtahandır. Yəni 25 gün sonra imtahandır. Belə həyəcanlandım, stressləndim. 2 gün bundan əvvəl bir dənə plan tutmuşam, plan dəftəri hazırlamışam. Bu dəfəki həqiqətən təqdirə layiq bir proqramdır. Mənim, yəni nə vaxt plan dəftəri tutmaq istəsəm, yazıram qəşəng cədvəllərlə, fosforlu qələmlərlə, xəttiyə qəşəng bir plan dəftər ortaya çıxardıram. Amma sadəcə göstəriş olur da. Birinci gündə həvəsləndirici olaraq atıram pilsunu, ondan sonraki günlər gedir öz işinin dalınca. Amma bu dəfəki onlara bənzəmir. Çox yaxşıdır. Yəni 2 günlü artıq keçirmişəm, yaxşı da oxumuşam. Ondan sonra bugünkü də elə bil ədəbiyyat proqramında ədəbiyyat oxumalıyıq. Nə qədər ədəbiyyatdan nələr yazmışam? Qaytar mənim qüdrətimi, intiqam, igid mübariz, oğurur, qanlı bənövşə, ağac, qoca və dəniz, anabacı, qızıl qönçələr keçənlə son gecəsin. Bunlar da xırda əsərlər olduğuna görə oxumaq olar da. Ən çox belə bu yaradıcılıqları oxumaq belə çətin gəlir. Əslində yaradıcılıqlar o qədər düşmür də imtahana, amma nəsə onlar da oxumalıyıq, ola bilsin ki, düşə bilər. Sabaha yox, bugünə bir dənə bunları oxumalıyam. Sabaha nələr oxumalıyam? Sabaha da Azərbaycan dilindən 75 dənə test var. Onları yazmalıyam. Bir də ədəbiyyatda. Sabahın ədəbiyyatına da nə verməliyim? Nuraddin Bomba, Türkün nəğməsi, Əsr Azərbaycan. Bir də bunları oxumalıyam. İndi bir-bir bu kitabları düzməliyəm. Masanı da yığışdırdıq, artıq dərs oxumağa başlaya bilərik. Bu sözləri eşidəndə Nuraddinin rəngi qaçıb tükləri biz-biz durdu. Yazıq uşaq qorxusunun nəfəsini içindən elə çəkmişdi ki, deyəsən bir ruh idi. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsi hədərmi? Bitti. Ədəbiyyatı oxuyub qutardım, indi Azərbaycan dilini yazım. Biraz onu, biraz bunu eləyə, axırda gəldi, saat oldu 10. Mən də indi dərslərimi bitirdim. Bir də səhər saat 8-də hazırlığım var mənim. Sabah 3 dənə hazırlığım var. Neyse 15 gün qalıb. 15 gündən sonra canımız qutarır. 15 gün qalıb imtahana. Əslində belə baxanda az bir vaxt deyil. 15 gün bir günün ömrüdür. Mən bu vaxtda nələr eləyərəm, nələr. Bu 15 gün ərzində əgər bu plana sadiq qalsam çox yaxşı alınacaq. Yəni elə qurmuşam ki, bütün günlərə qəşəng, super formada bölmüşəm də. İndi iş arasıdır ki,
mən yer bu plan atıb öz bildiyimi eləməyim. Mənim imtahanda tarixdən ən çox qorxduğum mədəniyyət mövzusudur. Yəni yazsam mədəniyyət səhv yazacağam da mən tarixdən. Ona görə nə edirəm? İndi bu günlər ərzində ümumiyyətlə mədəniyyət oxumuram. Mədəniyyəti oxuyacağam 6-cı gün, bir gün əvvəl. Bütün mədəniyyəti qəşəng bir dənə öyrənəcəm, nəzərdən keçirəcəm və elə gedəcəm imtahana. Çünki niyə? Mən indi mədəniyyət oxusam, o bir həftə sonra mənim yadımdan çıxacaq. Özü necə mədəniyyətdir bilmirəm. O mənim yadımda qalmır. Ona görə də ən yaxşısı elə 6-cı gün oxuyum, imtahanda elə gedim. Bu 3 son arasında mənə elə gəlir ki, yaxşı tarix yazacağam. Çünki tarixdən özümə daha çox güvənirəm. Sevda müəllimi eşitməsin. Amma ədəbiyyat Azərbaycan dilini də yaxşı bilirəm. Problem nədir burada? Elə birinci götürək ədəbiyyatı. Ədəbiyyat 100 bal verir deyəmi? Yoxsa mənə elə gəlir bilmirəm. Elə bir sanki qərbə salırlar, çətin salırlar. Çətin də deməyək, o qədər cədvəllərdən istifadə edirlər ki, sualları tərtib edəndə adamın bildiyi belə yadından çıxır. Mən deyə bilərəm ki, bu oxuduğum bütün fənlər arasında yeganə fəndir ki, bu ədəbiyyat. Orada mən bir neçə cavab arasında qalıram. 5-lik bir dənə sual deyil. Orada neçə dənə cavab arasında qalıram. Mən birini işarələyirəm, o da gəlib səhv çıxır. Bir-iki ay bundan qabaq mən sınağa getmişdim ədəbiyyatdan. Yəni orada ən aşağı yazdığım sınaq idi da. Ədəbiyyatın 16 dənə yazmışdım. Səhvlərim də harda çıxmışdı? Hansı ki sualda 2 dənə, 3 dənə cavab arasında qalmışam? Ən çox hansı ki sualda 2 dənə cavab arasında qalmışam? Orada məsələn bir variantı işarələmişəm, cavab o bir variant çıxıb. Hamısında yəni elə 2 cavab arasında qalmışam, hamısı səhv çıxıb bu sualların. Azərbaycan dilində o bayaqlar dediyimə yararsız suallar. Onlar biraz problemlidir. Qapallardan, yəni məncə qapalları yaxşı yazacağam Azərbaycan dilindən. Azərbaycan dilində harda səhvim çıxsa, elə yəqin ki o yararsız suallardan olacaq. Yəni belə də. Allah axırımızı xeyir eləsin. Bugünkü videomuzun sonuna gəldik. Gələn videolarda görüşərik. Kanala abunə olmağı və videoya like atmağı unutmayın. Görüşərik.